شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. وبينات من الهدى والفرقان. İbadətdə usul köp, fəzilətə bay bolğan, məğfirət həm bərəkət, rəhmətlərə liq tolğan, cənnətlər kən içilib, dozaq məhkəm taqilib, yetib gəldi bizlərə xoş mübarək Ramazan. Əûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ. إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ. وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ. Sadaqallahul azim. Bu ayet Peygamber sallallahu aleyhi ve sellem ve onun sahabelerine təsəlli verib zikr qılınmaqda. Bu dəl Peygamber aleyhissalam ve onun həmrahları ağır iqtisadi qiyinçiliği düşər bolğan bəyt idi. Xadicə raziyallahu anhanın qoldakı sərmayımı 10 yıl cəryanında sərf qılınıb tükən idi. Müslümanlarının bir qismi öydün heydəb çıxırılğan yaş ballardan ibarət idi. Bəziləri hünərvənd ticarətçilərdən ibarət bolsunmu, iqtisadi çəkləminin üzülməz zərbisi onlarına kesib ticarətləri toxtab qalğan idi. Yəni bəziləri padiçi yoki qullardan ibarət olub, heç qandaq iqtisadi yox idi. Amma Qureyş sərdarları bolsa, dünyalıq baylıqları və xoşal turmuşları bilən məst idi. Dəlmişundaq fürsətdə bəzi kafirlərinin biz bəhrəmən qılğan nərsirgə köz salmağın. Onlarının iman etmağanlıqıdan qayğırmağın, müminlərə kəmtər bolğun. Sana biz şundaq qatlı baylıq ata qıldıq ki, onun aldıda dünyanın bütkül asayişləri heç nərsigə ərzməydi. Həsəd qılışqa ərziydiğini, hər gizmi onlardakı xilmuxil haram yollar bilən tapqan, yəni haram yollarga keçib töküdüğən maddi baylıq əməz. Bəlkə dəl səndəki ilmi, əxlaqi baylıqdır. Ular axiri həmmədən məhrum bolğan halda öz pərverdigarının aldığı çıxıdı deyilməkdə. İkran aldıqı dostlarımızға bugünkü sualımız. Muhacir Müslümanlar Nəcaşina aldığı çağırtılğanda Cəfər raziyallahu anhu orada tilavət qılğan ayət qaysı ayət?